Mirzəyev Məhəbbət Ədalət oğlu 1993-cü ildə Beyləqan rayonunun Binamolla kəndində anadan olmuşdur. 2016-cı ildə gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. Allah bu şəhidlərimizə rəhmət eləsin, məqamları cənnət olsun. Vətən yolunda axıtdı öz qanını, bu yolun sonunda verdi şirin canını. Oğlum şehit oldu, gözüm kanla doldu. Bir tesellim var bu yol, cennete giden yoldu. Oğlum şehit oldu, gözüm kanla doldu. Bir tesellim var bu yol, cennete giden yoldu. Dönüşlü olun. Ben de Azerbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliğinin başda aldığı verirəm. Biz əsl qəhrəmanlıq göstərmişsiniz özünüz. Evladınız da qəhrəmanlığın yerinə yetirdi. Biz fəxr edirik. Həmişə qürurlu olmalıyıq. Vətən deyimi, səbir olmalıyıq. Allah Teala səbir versin. Bütün əhalimizə, şəhid ailələrinə, şəhid ailələrinə. Gözümüz qanlı qadalı döyüşlərdən çıxmışıq qardaş. Allah Teala sizləri xeyirləsin. Var olsun, neyniyə bilərik, nətər eləyərik. Elə şeylər var, danışa bilmirik. Vallahi sən özün bilirsən. İş biz qardaşımızı da götürəlim. Oğlum bir dəfəlik gözün yumub yatdı, özü ucaldı, məni qocaldı. Vətən yolunda axıtdı öz qanını, bu yolun sonunda verdi şirin canını. Oğlum şehit oldu, gözüm kanla doldu. Bir tesellim var bu yol, cennete giden yoldu. Oğlum şehit oldu, gözüm kanla doldu. Bir tesellim var bu yol, cennete giden yoldu. Sanki son qələbəni ki biz qazanmışıq bu günlərə ki oturmuşuq burada. Biz indi görürük ki bunlar bütün döyüşənlər, istər qazilərimiz, istər şəhidlərimiz demə bunlar genetik qardaş imişlər. Bu hər adam getmədi. Və buna gedənlər bunlar. Demə bunlar kötük qardaş imişlər. Bunlar sanki bir-birinə bağlıymışlar, dost imişlər. Və bunlar o döyüşdə o qədər qardaşlaşdı ki, mən bunları sonraki indiki bunların mehribançılığını görürəm. İstər şəhid ailəsinə, istər qazilərin bir-birinə. Sanki bunlar, yəni ən doğma qardaş, istəkli qardaş bunlar kimi deyil. Bunlar gedib orada, o döyüşdə, o vətən uğrunda nətər deyirlər, canını verir. Öz sağlamlığını veren insanlar bu günler sanki elə doğma qardaşdılar ki birbiriyle. Sanki belki de biri o birine, bak bu dəqiqədə qazilər biri o birinin ölümüne gedebilir. Gedərlər də, bak bunlar. Və buna görə də mən bütün şəhidlərimizə Allah rəhmət eləsin deyirəm. Və o cümlədən dünyamallar şəhidləri, bizim də məhəbbətimiz doğrudan da. Sankidən bu günə qədər fərq eləməz 92 yəni hər birinə Allah rəhmət eləsin. Bu günlərimdə bizim Afrika şəhidimiz
aprel döyüşlərində şəhid olan Məhəbbət qardaşımız. Onun dəfn olunduğu gündür. Allah rəhmət eləsin. Allah ailəsinə səbir versin. Allah qazilərimizi can sağlığı versin, veteranlarımızı qorusun. Bugün Səngərdə əlində silah tutub bizi qoruyan ordumuz var. Allah ordumuzu qorusun. Evet. Allah yerdə qalanlara da səbir versin.